İndiki zamanda bəzi gənclər məşhurlaşmaq xatirinə sosial şəbəkələrdə, əsasən də TikTokda canlı yayımlar açıb boş, faydasız işlərdə vaxtlarını itirirlər, ömürlərini zay edirlər. Bu cür gənclərə nə nəsihət edərdiniz? Yəni, insan həyatı qıssadır. Yəni, o sosial şəbəkələrdir bu, internetdir bu. Buna bənzər alətlər. Düzdür, faydası da var. Baxır kim necə istifadə edir. Həmçində zərəri də böyükdür. Ən böyük zərərlərindən də insanın beyninin inkişaf eləməyi, özü müstəqil, öz beyninlə düşünməyi məhv eləyir. İnsan bağlanır ona. Nə oldu? Baxır ona, deyir. Ona görə daha axtarış eləmir, bəhs eləmir elmi bəhslər. Demək olar ki, elmi bəhslər yox olur. Heç də indi elmi bəhs lazım deyil. Hazırlaşanda elə yazırsan, hamı çıxır. Köçürüb qabağa verirsən. Bunun təbii ki, böyük zərəri var insana. Həm ətrafa.